Azərbaycan analoqsuz ölkədir. Bunu dəfələrlə deyirlər. 2010-cu ildən bəri neft fondundan 120 milyard dollar vəsait Azərbaycan büdcəsinə köçürülür. Azərbaycan kənd təsərrüfatı ölkəsidir. Azərbaycanda sənaye, yalnız neft və qazdır, başqa sənaye sahələri demək olar ki, çox kiçik bir hissədir. Bu, kənd təsərrüfatına ayrılan bu vəsaitdən bu vaxta qədər necə istifadə olunması haqqında bir məlumat hazırlasınlar və bildirsinlər ki, Azərbaycanın kənd təsərrüfatı bu illər ərzində nə qədər inkişaf edib. İsrail misalını gətirdiniz. Mən İsraildə olmuşam. İsraildə 2 kvadrat metr sahə varsa, orada damcı usulundan nəyisə əkirlər. Azərbaycanda isə hələ də o metoda keçmək haqqında düşünmürlər. Çünki Azərbaycanda halbuki su qıtlığı da yaranacaq yaxınlarda. Amma bunu eləmirlər, eləməməklərinin səbəbi nədir? Eləyə bilmirlərmi, eləmək istəmirlər. Sizcə bu yalnız prezidentlə bağlı məsələdir? Prezidentlə bağlı, prezidentin komandasına bağlı. Xanım, bu komandanı prezident yaradıb. Mən başqa adamdan istəməyəcəm onu. Hər hansı bir nazir haqqında danışmayacağım. Komandanın başında duran ölkənin başçısıdır. Ölkənin başçısından mən tələb eləyəcəm. Yəni fərdlərin heç bir məsuliyyəti yoxdur mu deyirsiniz? Tələb var, məsuliyyəti ölkə başçısı qoysun onların üzərində məsuliyyət. Yoxsa... Yəni siz niyə müxalifət partiyası olaraq o məsuliyyət haqqında danışmırsınız? Niyə məsuliyyətlə danışmırıq? Biz danışırıq, biz deyirik ki, bütün məsuliyyət ölkənin başçısındadır.